Ayı ilk dəfə olaraq Matrixi tərk edir, amma düşdüyü yer o Matrixdən daha da pis yerdir. Sirkdən çıxan kimi onu orman gözləmir, ilk qarşılaşdığı şəhər olur. Sirk nə qədər sıxıcı və absurd olsa da təhlükəli deyildi, amma şəhər necə? Avtobuslar, maşın yolları, qaranlıq, soyuq, müxtəlif şəhər səsləri, şəhərdəki insanlar sirkdəkindən daha da aqressivdir. Üstünə daş atan kim, avtomobillə onu vurmağa çalışan kim və ayı başlayır bu şəhərin içində xaotik olaraq o tərəf bu tərəfə qaçmağa. Xəbər yayılır ki, sirkdən ayı qaçıb, bütün şəhərə elan edilir. Polis maşınları, fövqəladə hallar, şəhərin güc strukturları işə keçir və başlayırlar bu ayını axtarmağa, ovlamağa. Əgər sirk daxilində qamçı vururdularsa, burada artıq həqiqi güllələrdən atəş açırlar. Bəlkə də yaralayırlar ayını. Burada daha qənd, konfet yoxdur. Bir çox insan azad təfəkkürün bu hissəsində sınır və yalvarır ki, onu köhnə sirkə aparsınlar. Dombalaq daşacaq, velosiped də sürəcək. Buradan geri qayıdan ayılar Matrixin könüllü köləsinə çevrilir. Digər qaçmaq istəyən heyvanları ümiddən salır. Çünki onlar sirkdən kənara çıxıb və həqiqi dünyanın nə qədər qorxunc olduğunu, dəhşətli olduğunu görüblər və gəldikləri müdrik nəticə nə olub? Elə başını sal aşağı, dombalaq aç, qəndini ye, şükür elə. Nisbi məmnunluq, yəni məmnuniyyətsizlik.